Mənim fikrimcə, hal-hazırda çox gözəl güllərə sahibəm. Siz nə düşünürsünüz? Hətta əlavə olaraq orxideya və başqa bir səhrai gül də var. Amma məsələ burasındadır ki, bu güllərin heç biri əslində mənim deyil. Bəzən həyat da belədir. Bizə aid olmayan şeylərin içində bəzən bizə pay verir. Məsələn, az öncə bu güllərə baxdım, təmizlədim, ölü yarpaqlarını götürdüm, su verdim, suya qoydum və yenidən canlandırdım. Bu gül buketinin və ya bu güllərin mənim olması önəmli deyildi. O proses mənim üçün çox dəyərli idi və bu prosesdən həm mən fayda götürdüm, həm çiçəklər, həm də çiçəklərin sahibləri. İnsanlar bəzən düşünür ki, həyatda olan hər şey yalnızca onlara aid olduğu zaman onlardan zövq ala bilərlər, amma əslində elə deyil. Əslində insanlar başqalarının sevinclərindən də özlərinə gözəl pay götürə bilərlər. Məsələn, bu çiçəklər Mətanət xanımın və Ülviyə xanımın özəl anlarının bir parçasıdır. Və mən bu çiçəklərə qulluq elədikcə həmin gözəl anlardan mən də pay götürə bildim. Məcbur deyildi ki, bu çiçəklər birbaşa mənim olsun.